Tərəzi bürcü zərifliyin, tarazlığın və harmoniyanın simvolu. Tərəzi bürcləri daima sülhsevərdirlər. İnsanlar tərəzi bürcü ilə vaxt keçirməkdən son dərəcə zövq alırlar. İnsanların qəlbini incitmədən danışması, onları anlamağa çalışmaları və əsla pula, maddiyyata əyilməyəcək qədər ali bir xarakterə sahib olmaları onları bənzərsiz bir dost, sevgi dolu bir tərəfdaş edir. Daxilində bəzən fırtınalar qopsa da, tərəzi bürcü səssiz qalmağı, duyğularını səssiz şəkildə göstərməyi və ya heç vaxt göstərməməyi üstün tutur. Astrologiyanın həm də ən fədakar bürclərindən sayılır tərəzi bürcü. Bəlkə də elə ən fədakar bürcüdür. Daha nə olsun? Tərəzi sevdikləri üçün rahatlığından, xoşbəxtliyindən və bir çox şeylərdən keçə bilər. Yalnız sevdiklərinin xoşbəxtliyi üçün. Lakin təəssüflər olsun ki, astrologiyanın həm də ən şanssız nümayəndələrindən sayılır əksər tərəzilər. Yaxşılığı tez itən, varlığında qədri bilinməyən, dəyəri getdiyindən sonra bilinən bürclərindən sayılır tərəzilər. Lakin qəlbi son dərəcə təmiz, gözəl insanlar.